Gedib 3-5 dənə kəlmə öyrənirəm, mən gözələm, mən huzurluyam, mən xoşbəxtəm, təlqin edirəm. O inancı dönüşdürmək üçün yetmir. İtirmə qorxusu var məndə. Bu qorxu illüziyadır, keçmişdə yaşadıqlarıma görə var. Yəni təbii duyğu deyil. Söz yox, duyğular yox, əsəb yox. Onların altındakı mənaya baxın. Mən də istəyirəm də uğurlu olmaq. Orada bir amma olacaq, düzdür? Doğru. Amma alınmır da. İnsan özünü tanıdığı qədər sağlam, tanımadığı qədər xəstədir. Hər bir halda bizim şuuraltı zeynimiz həmişə bizi qorumağa çalışır. Amma bəzən həqiqi təhlükələrdən deyil, illüziyalardan qorumağa çalışır. Allah bizə kodlana bilən bir beyin verib. Sən bunu kodladın, burax da artıq. 10 dənə şuuraltı haqqında kitab oxumaqdansa, ona pul xərcləməkdənsə, bir dənə get seans al. Psixologiya oynamağa çalışma. Kədərlisənsə, onu haqqı ilə yaşa. Əsəbisənsə, onu yaşa, hiss et. Yəni bastırmağa çalışma. Mən davamlı pozitiv olmalıyam, belə zorunluluğum yoxdur mənim. Yeri gələcək qorxacam, kədərlənəcəm, əsəbləşəcəm.